mən seçəcəm. Əzim, səfərbərlikdən gələn cavab. Nəzrin, bu halınla məni çox üzürsən. Sən axı belə deyil deməzsin. Həmişə məni anlamısan, başa düşmürsən. Bir də ki, sən əvvəl bir gündən bilirdin axı kimi ələcəksən. Bilirdim, əlbəttə bilirdim. Sənin o cürdə qəbul eləmişdim. Amma bütün bunlar keçmişdə qaldı. Sən artıq 4 il ki, həddən kənardasan. Biz ki, başqa həyat alışmışıq. Əzizim, mən öz şəklimdən hərbidən uzaqlaşmamışım. Yaralandığı üçün hərbidən təxris oldum. Bir də ki, kim bilir, bəlkə də vəziyyət belə olmasaydı, heç vaxt mən hərbiyə qayıtmazdım. İndi isə mən burada arxa planda qala bilməm. Əzizim, sən axı məni niyə başa düşmürsən? İndi müharibə dəhşətdir, ölümdür, faciədir. Bir də ki, Polad, sən 4 ildir ki, müharibədən gəlmirsən. Qurban ol, bələdindəki qızda yarası hələ də sən incidir. Heç olmasa oğlumuzu düşün. Nəfsinin atasız böyüməsini istəmirəm. Əzizim, 2 ay bundan qabaq komandirin Polad Həşimov şəhid olanda nələr yaşadığını gördüm. Bu vəziyyətlə mən heç vaxt yerdə qala bilmərəm. Məni sözü kimdən heç kim daşındıra bilməz. Oğlumuz Mətin də istəməz ki, atası baş aşağı. Narahatam, Polad. Başa düşürsən, çox narahatam. Əzizim, məni gülə-gülə yola sal. İstəmirəm ki, fikrim öz üstünüzdə qalsın. Əgər elə olsa, düşmən gülləsinə tez olur, tez düşsal olaraq. Hə, gülürsən? Yaxşı, məni yola sal. Səni yola yenə başa salma, hər şey qarqasında deyil. Gəlin də aman anahtarı alsın. Bu isə deyəməm. Hə,
qaldı indi atan anamı razısan. Kişi özləri başa düşər. Birinci Qarabağ müharibəsində könüllü vuruşub. Görəsən anam nə deyir? Səhər açılır. İndiyə yəqin oyanarlar, elə deyilməzdi. Heç adam narahat olmaz. Sağ-salamat gedib qardaş. Qoy oğlumuz Mətin atası ilə fərq edəsin. Polat! Ay Sevda. Kapı dövülür, kapıya bak. Yaxşı, baxıram. Bölgələrin döyüş aktivliyinin qarşısını almaq, bölgə halinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks hücum əməliyyatı başlaması barədə qərar verilir. Müdafiə Nazirliyindən verilən məlumata görə Ay Sevda, kapı dövülür, kapıya bakın da. Baxıram, açın, baxıram. cəbhə aviasiyası və xüsusi uçuş aparatlarının 3 gündür ki, bu qapı hər dəfə belə döyülür. Az qalır ürək yerindən çıxsın. Kapıya bak. müsadə canlı qüvvəsi hərbi obyektlər Sağ gel olacaq. Hoş geldin, ay oğlum, hoş geldin, sana gel. Hoş geldiniz. Ne oldu? Kardeşim? Aşkın oğlan. Adamın ruhsuna gelmiş. Yuhun diyenine geç. Yuhun geldi ki yaka sana. Ne oldu ata? Sənətində bir problem var. Yok hayır oğlum, yok. Seyahatindeki dağları son nefese kadar benimle. Bu muharebenin başlaması değil. Düz. Bizim ordu Ermeni'den kat güçlü. Vallahi karşı karşıya gelsene onların nefes almaya olmaz. Ama korkulan şey haksızsa başka bir ülke bu muharebeye verecek. Narahat olma atası. Bu kına o bizim kınalardan Ben de değil. bilirim. Ben de bilirim ama söyle. Ancak bu muharebe Allah'ın bize gönderdiği son şansı var. Ve inanıyorum ki bu Qarabağ üzerinde sonraki muharebe. Amin. Ancak deyip ki Zəhriman gəlməklə bir şey yapılır. Ata. Sən öz borcunu birinci Qarabağ müharibəsində yerinə yetirmişsən. İndi növbə mənim. Elə ona görə də gəlmişəm sizlə sağollaşam. Hə. Ne bakıyorsun? Elə bu cümlə. Sen ne danışırsın ayol? Sana kurban olun ayol. Sen ne danışırsın ayol? Bu ne danışır? Oğlum, kurbanın olun. Sen öz vəzifəni yerine getirmişsin. Sinəmdəki güllə yarsan olsun. Sen ne danışırsın? Her ikimiz xəstəyik. Pensiyanı qəbul kurşu ilə günü güclə çalıyor. Ailənin bizi boyunlara getirsin ayol. Kurban olun. Demişəm ha, vallahi demişəm. Sakin, vay Sevda, sakin. Düz değilsin. Düz değilsin, oğlumuz aferin dövüşlerinde iştirak edeyim. Onu da düz değilsen ki, oğlumuz gülle yarası alır. Onu da düz değilsen ki, ailede bir parça vətəndir. Ama vətənliği koruyabilmeliyiz, ailesini de koruyor. Düz. Şöyleşler, vətənə Polat'a bu değil. İhtiyaç var. Gitler. Güceder zalim. Ay Fəhram, sənə qurban olun. Polat evin tək oğludur. Özü də müharibə evidir. Bu vəziyyətdə ona heç yerə apara bilməzlər. Allah'ımıza şükürlər olsun ki, 3 milyon erməninin qarşısında 10 milyondan çox. İndi müharibəyə gedənlər çoxdur, qurban olun bala. Başına dönüm, ay oğul, boynuna qurban ol. Gitmə oğlum, bizi tək qoy, gitmə. Ne olur oğlum, gitmə. Ana, qurban olum sənə. O şərəfsizlərin Şuşada, Cıdır düzündə, yeni bir fikir elədiyini tepki orada görəndə yadımdan çıxır. Həmin günə az qala atamla mən ürəyimi sıxatdım. Düz var, düz. İndi sən necə mənə belə sözlər deyirsən? Sənə qurban olun. Ana, sənə xeyir var. Xahiş edirəm, mənə xeyir var verir, sağ-salamat gedib qayıdarım. Hə, rahat ol. Qurban olun ay bal. 4 il əvvəl bu döyüşlərdə ömrümün yarısı getdi. İndi də bilən. Bəlkə də heç sən gəlməməzsən qal. Dayanma. Qurban olum elə danışır. Ata, Hə, yadında da ana məni hərbi xalqlarda görəndə nə deyirdi?
Yadından çıkmaz. Yadından çıkmaz. General balam geldi, general balam. Ne tez yadından çıkar Sevda, ha? Aynen, kurban olum sana. Kasım formandan bu günler üçün giyinirdim be. Olur. Yaxşı, xeyirlər üçün gelir. Yaxşı, yaxşı. Vaxtım çox deyil. Sen deyil olsun. Yaxşı. Seni Allah'a emanet edin, vay o. Ben Amin Aysel, amin. Ata, Tamam. ola bilər ki, mən sizə presləsən gelirəm. Özün bilirsən də, müharibə olmuş adamsın. Neyse, mən narahat olum. Ben de bizden rica ederim. Yaxşı, oldu. Gel oğlum. Gel kurban ol. Gel Kur'an'ın altından git. Koy bu müqəddəs kitap. Sizin hamınıza yanınız. Amin. Amin. Gelin arkadaş. Qadir olan Allah. Bak atamızda sen. Demeyeceğim ki balalarımızı korun. Bilirim ki balalarımız özlerini yok. Vətəni korumağa gedirlər. Ey göze görünmez Allah'ım. Sen balımı koru. Onların tuttuğu bu hak yolunda öz haklarına çatır. Onların müşkülüne yetişir. Analarımızı gözü yaşlı koyun. Balalarımızı atasız koyun. Ey göze görünmez Allah. İlahi, şanlı bayrağımızı bütün hitapta altında olan torpaklarımızda dalgalanmak bize nasip. Sen özgür ordumuzu koru, milletimizi koru. Hanımın balası gelsin. Benim balam da onların için. Ey kadir olan Allah, balamı koru. Onun hepsini. İlahi, taşı kızı, torpağı insan eden Allah, zerreni güneş, damlalı deniz eden Allah, sen üzül balamı koru. Onları tuttuğu bu hak yolunda öz haklarına neyse ki bu uşaklık haberim yok. Hiç olmazsa evden zenginliği, ehvalını diğer şimdi göresin. Benim balam harika. Ay Sevda. Bilmirsən balan hardadır. Balan müharibede. Sanatoriyada değil. 3 günden gelen değil. Kalkan kesilir savaş. Ne bileyim ay narahat olurum. Gözlerim yollarda kalır. Böyle bir bakıram yolda. Ne? Şükür Allah'a ki zəfərdən hər bir uşaq xəbərdən gəlir. Bir ay keçməsinə baxmayaraq gör nə qədər şəhər, kənd, qəsəbə işğaldan alınır. Əsas odur ki, bizimkilər ermənilərin kürkünə bir salır. Əllərində nələri varsa hamısını qoyub qaçırlar. Düz değilsen lan işte düz değilsen. İlahi sen özün balamı koru. İlahi senden güç kuvvet isteyelim. Milletimize, ordumuza, askerlerimize. İlahi sen özün köpeğim. Ey göze görünmez Allah'ım balamı koru. Hanımın balası gelsin. Benim balam da onların için. Amin ay sevdim, amin. Vallahi benim de yüreğim yanır. Ama ben ne nezden görürsem sarılayım. Yazık kendini sevindi. Hiç geçireceğim. En iyi çözelim. Dur ya, onlara göre bizim biz çekemeye hazır. Onlar biz de geç. Alo? Oğlum bala sensen. Ay bala, nesin gününüzden gelen misin? Ticaret kalmıştır. Ata, heç yerdən narahat olmuyor. Alo. He? Ay bala, ben seni yaşı boşaltıyorum beni. Al anamı, danış. Ama çok danışma, ha bak diyor. Alo, canım ana. Sana ne oldu? Neyse sen hayvana. Sen nasıl babam hayvana ömrümü şahsi. Hiç
Məndən fikir ver. Narahat olma. Yetişməyinə fikir ver. Əlini başını bizi. Yaş verin. Bir bakın. Ay baba, bizden icaren kalmadı. Sen özün dikkatli ol ha, yaxşı mı? Sen de öpüp bağırmamasın. Kısa zamanda yolunu cennet mekanı olacak. İnşallah, hay olur inşallah. Hayır. Telefonu veririm, Nezrin kızıma. Hayır, bir kere geliyor şoför. Allah'a şükür, hamdülillah. Alo. Alo Polat, neçə vaxt səndən xəbər yox, hamı çox digaradır. Nersin? Demiştim artık. Eğer sen göremezsen narahat olmuyor. İsrail'de kendim çek. Muharebede yapayım. Alo, ver oğlum Nersin sesini işte. Yaxşı, yaxşı verin. Allah salamat ha. Salam benim oğlum. Neyse sen? Yox, mən səndən çıxmışam. Necə indi gedirsən? Hədiyyəni də istəmirəm. Özün gəl. Oğlum, az biraz işim kalır. Hiç neden narahat olma. Ata gelenler sana çok da hediyeler olacak. Ananı bitirmirsen ki. Yox, incitmirəm. Yaxşı, yaxşı. Hələ özünüzdən müğayyət olun. Mənim əvəzindən anamı da öpərsin. Hələ Mən niyə özümü öpərsən? Elə bunu istəyir, uşaq yanında mən qəbul edəcəm. Alo, Nersin, bak yerine deyirəm. Eğer sen gelebilirsen narahat olmuş. Tapşırıklarını sormuş. Alo, sağ olasın. Hələ Sağ ol. Tamamdır. Ben onu söylemedeyim. Nəmiş. Artıq ikinci şəhərdəki bu ərazidə birincisindən müəyyən qədər təzələnəcək. Evet. Gələk ki, bu xəbəri siz alıb edəsiniz. Qarab ki, tanıyın. Yaxşı insandır. Özü də birinci Qarabağ müharibəsi işarəsi. Vətəndaşlar. Evet. Her az şiir, yazık, derdiyle meşgul. Gözleri direkt gördüğünden sebeple meşgul. Polat Taşçı yapıyor göstermeyi sende. Şuradaki gibi. İndirmeden bile önemli bir şeydi. Gönül olarak her şey. Yine mi? Evet. Polat tabor komandanı. Onun taboru Şuşanı gələcəkdə Daşaltının işğalından azad olunmasından zərərlənir. Doğru. Bir neçə gün çəkən müharibə yazılı sonu oldu. Düşmən snayperi onun sinəsindən mərmi isə üzündən gəlmişdi. Tamam. Onu sana döküyorum ben. Polat Şuşada döyüşürdü. 20 minut. Bu müharibə iki doğulanlarımızın şəhid qərar, şəhid haqqı. Gərək